Gizlidə olanda sən Allahdan qor. Sən Allahla subhanahu wa ta'ala ilə gizlidə olanda təklifi qoru, düzəlt. Vallahi, billahi, tallahi. Allah sənin insanlar arasında aşağıda islah edəcək. Siz düşünün ki, subhanallah, mən bunu təcrübə əhlinin həyatından danışıram. Allah bizə də nəsib eləsin. Bu insanları mən gözlərimlə görmüşüm. Vallahi ki. O insanlar gizlilərini qoruyublar. Yəni gizlində olanda Allahdan qorxublar. Allah subhanahu wa ta'ala dünyada olan bütün insanları və heyvanları ona ram edir. Hətta heyvanları belə. Ram edir ona subhanallah. Bütün insanlar nəsə eləmək istəyir o insan. Hansı ki, gəlib o məqama çatıb ki, Allah məni görür. Bu məsələ var ya, Allah məni görür məsələsi. Vallahi ki, bundan başqası yoxdur. Yəni bundan o yanı yoxdur. Allah məni görür deyən insanların Allah subhanahu bütün insanları ona ram edir. Nəsə iş görmək istəyir. Heç dilinə gətirmir. Kimlərsə onun üçün o işi görürlər. Vallahi. Nəsə söhbət eləmək istəyir, nəsə demək istəyir. Dilinə gətirmir, qəlbindən keçirir. Allah subhanahu onu elətdirir ona. Bilirsiniz nəyə görə? O Rəbbini tazim edir subhanahu wa ta'ala. Rəbbi tazim etmək qəlbin təqvasındandır.